Bismillahirrahmanirrahim. İzləyicilər, Zilhəccə ətirli cüməniz mübarək olsun. Bu gözəl ayda, həcc ayında, müsəlmanların müqəddəs ayında sizin hamınızı salamlayıram. Bildiyiniz kimi ənənəvi olaraq artıq Azərbaycanda acınacaqlı bir hal alıb ki, hər hansı bir dini mərasim, tədbir başlayanda bir sürü insanlar həmən o rituallara qarşı hücuma keçirlər. Biri deyir, həccə getmək vacibdir, lazım deyil. Biri deyir, qurban kəsmək olmaz. O birisi məhərrəmliyə ilişir, bu birisi qədirxuma ilişir, digər məsələlərə. Quran-ı Kərim belə insanların bir mənalı olaraq cavabını verir. Həcc surəsində 25-ci ayədə Allah təbarəkə və təala buyurur ki, İnnellezîne kəfəru və yasuddûne an sabilillah vel mescidil haram ellezî cealnâhu linnâsi sevâ'al âkif fîh vel bâd ve men yurid fîhi bilhâd bidulmin nudîguhu min azâbin alim. Allah Tebareke Teala buyurur ki, kafir olup insanları, Müslümanları Allah yolundan həmin yerlərdən ki biz insanların ora gəlməsi üçün oranın ibadətgah qərar verdik, məbəd qərar verdik. İnsanları buradan döndərərlər və zülmə meyl edərlər, fəsada meyl edərlər. Onlara ağır əzab daddıracağıq, acı əzab daddıracağıq. Yəni, bu ayənin elə bugünkü misdaqı həmən insanlardılar ki, həccin vacibliyini inkar edirlər, həccə getməyin lüzumsuz olduğunu qeyd edirlər. Yəni, bütün bunlar onu göstərir ki, əziz izləyicilər, bu cür müqəddəs din əməllərinin qarşısına çıxan insanların kimliyi Quran ayəsilə müəyyən olur. Quran onları kafirlərdən adlandırır. Onlar psixoloji baxımdan, düşüncə baxımından insanları həcdən uzaqlaşdırırlar. Eləcə də məhərrəmlikdən uzaqlaşdırırlar. Aşura məktəbindən uzaqlaşdırırlar. Yəni, bütövlükdə bu insanların kimliyinin müəyyən olunması bu mövqeləri ilə müəyyən olunur ki, bunlar din düşmənləridirlər. Bunlar İslamofobların yerli nümayəndələridirlər, kölələridirlər, icraçılarıdırlar, misyonerləridirlər ki, insanları dindən uzaqlaşdırsınlar. Çünki din insanlara azadlıq verir, din insanlara təkamül verir, inkişaf verir, mədəniyyət verir, əxlaq verir, elm verir. Bu insanlar isə dini bu şeylərdə ittiham eləyib insanları dindən uzaqlaşdırmağa çalışırlar. Yəni, bütün dünya insanları görür ki, istər həc məktəbi olsun, istər aşura məktəbi olsun, insanların arasında vəhdət qərar verir, insanları maarifləndirir, insanlara azadlıq uğrunda mübarizəni öyrədir. Ona görə də bu böyük güclər özlərinin yerli misyonerlərini, muzdurlarını efirlərə buraxıb insanları bu gözəl əməllərdən çəkindirirlər. Müsəlmanlar ayıq olmalıdırlar ki, o Qur'anın kafir adlandırdığı insanlar ki, dinin vacibatından insanları çəkindirirlər, onların fitnəsinə uymasınlar. Bir daha cüməniz mübarək olsun. Vəssalamu aleykum və rəhmətullah.